Mənə deyir ki, bir dənə deyir, məmurun deyir, adını çək. Ay, şərəfsiz. Bu hələ mənim məmurlar haqqında dediklərimin milyonda 1% idi, Heydər göstərdi sənə. Mənim yüzlərlə video çəkilişlərim var. Soxacam onu sənin o kəkədən gözlərimə. Mənim o video çıxışlarımı. Məsələ odur ki, biz problemlərdən danışa bilərik, məmurların adları ilə də hallandıra bilərik və digər problemləri də burada ortaya qoya bilərik. Amma bunu obyektiv şəkildə, gerçəkliyə söykənərək və təhqirlərə yol vermədən deməli və bu problemlərin həllinə çalışmaq. Yaramaz niyə deyil mənə? Yəni təhqir etməklə, kimsə alçaltmaqla hansısa bir problemi ortadan qaldırmaq mümkün deyil. İndi mən buna keçən verilişdə dedim ki, çıxart Rusiya Azərbaycanlılarına sübut elə ki, mən demişəm ki, bütün Rusiya Azərbaycanlıları belədir. Mən durum bütün Rusiya Azərbaycanlıların qarşısında üzr istəyim. Amma mən böyle niyə durum sözüm? Müəyyən qism Rusiyada yaşayan insanlarımızdan danışmışıq ki, hansı ki onlar Rusiyanın təxribatının təsiri altındadırlar. Təsiri altındadırlar. Sənə, bəli, sənə, mənə, digər verilişlərdə də, kanallarda da təhqir. Axmaq, sözlər. Bunun əxlaqında uyğun olan adamlar da söhbət bundan gedir, Rusiyadakı Azərbaycanlılar.